بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم، والصلاة والسلام على رسولنا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد، السلام عليكم ورحمة الله وبركاته. Değerli arkadaşlar, Allah-u Teala'nın havamı ve bereketi sizlerin ve cümle insanların üzerine. Allah-u Teala'ya bizlere vermiş olduğu sayısız, hesapsız nimetlere mukabil sonsuz olsun. Ve elbette ki bu nimetlerin en üstünü olan iman nimetini ömrümüzün sonuna kadar korumalı. Bu dünyadan imanlı olarak gitmeyi Rabbimiz bize nasip etsin. Bizler Allah-u Teala'nın özü nimet verdiği ve nimetleri içerisinde seçip en büyük nimet olarak yarattığı Allah'a rahmetine iman eden fırsat meseleleri. Hamdolsun bildiği bir mevzu istermiş. Burada Kur'an-ı Kerim'de sonsuz sayıda ayet var. Bir sesini sizden bölüşüm. Ali-İmran Suresinin 190 ve 191. ayet. Allah Subhanahu buyurur ki, hakikaten göklerin ve yerin yaratılmasında, gece ile gündüzün birbirini erz etmesinde, birbirinin ardınca gelip gitmesinde, akıl sahipleri için Allah'ın varlığını, kudretini, kemalını ve ezametini sübut eden değerler var. O kesler ki ayak üstü olanda da, oturanda da, uzananda da Allah'ın hakkıdır. Bu hamımızın bildiği meşhurdur ayet. Zikir, Allah'a zikir. Buna bəldən çoxlu ayet. Fəzkurullaha zikran kəsirən. Allah çox sözü. Fəzkuruni əzkurukum bir bələdəsin. Məni tanıtma etməlisin. Və zikir Allah'ın tanıtma. Bizim həyatımızda ayrılmayan bir farklı olur. Bir insanların həyatının ayrılmaz bir parçasıdır. Onu yaradan, xəlq edən və bütün gözəlliklərlə tezyin edən Rəbbini hatırlamalıdır. Allah Resulü sallallahu aleyhi ve sellem bunu çok önem ediktir. Ayşe aramızdan rivayet olunur ki, radiyallahu anh'a, Resulullah sallallahu aleyhi ve sellem her halında Allah'ı zikir eder. Her halında. Bakın bu ne demektir arkadaşlar? Biz sıkıntıda olsak bile, la havle ve la kuvvete illa billahil aliyyil azim deyip olan bir şey. Bir Kur'an ayet olanda Elhamdülillahi Rabbil Alemin deyip zikir. Evimizin kapısından çıkanda zikir. Giderken zikir. Meslek giderken zikir. Zikir hayatımızın en sahnesinde var. Bakın, hamımızın hayatına Allah hamdolsun təşviq etmeye çalıştığı ve ekseriyetinde yaşadığı güzel bir işler. Səhər vaxtını zikir. Səhər vaxtını niye bu zikirleri? Yani Allah Resulü sallallahu aleyhi ve sellem Allah'ı hatırlamadı. O kadar tövsiye. Bu zikir bizim dilimizde o kadar hatırlaması. Bizim dilimizin ıslak olduğu bir hayat terzi dağıtır. Biliriz o bu sayede teşvirat, zikir hakkında. Allah Resulü sallallahu aleyhi ve sellem ve onun sahabesi ömrü hayatını buna geçiriyor. İbn Abbas radıyallahu anh rivayet ediyor ki Resulullah sallallahu aleyhi ve sellem buyurmuş ki sizden biri öz zövcesiyle evage girdiği zaman Bismillah, Allahümme cennib şeytane ma razaqtana. Allah'ım şeytanı bizden
və bizə verəcəyimiz övladdan uzaqlaşdır deyə həmin yaxınlaşmadan uzaqları olarsa, şeytan onlara zərər verə bilməz. Həbisi gəlir, yuxarıda sünnəsin səhərsiz. Biz təharına girərkən zikr eləmirik, çıxarkən zikr eləmirik. Harada zikr eləmirik, qardaşlar, deyirik. Allahın evinə ziyarətə gelir, həzm üçün gəlir. Ehrama girir. Niyət edəndən sonra ən çox etdiyimiz zikr hansıdır? Ləbbeyk, Allahumma ləbbeyk, ləbbeyk, lə şərikə, ləkə ləbbeyk. Yəni zikr bizim həyatımızın hər sahəsində var. Şeytan isə o hər sahədə bizi unutturmaq üçün zikri əlindən gələni eləyir. Ki, tək ki biz zikr eləməyik, tək ki biz Allahı xatırlamırıq. Yəni, yatağa girərkən belə okunan zikirlər və dualar var. Yemək yeyərkən şeytan əlləşir, vursun ki, biz yeməyə bismilləhsiz başlayıq. Amma Rasulullah s.ə.v deyir, Qul bismillah, Qul biyeminikə və Qul məmmə yelikə. Qul bismillah, bismillah deyir, Qul biyeminikə, sağ əlinləyə və Qul məmmə yelikə. Yəni, ortada olan bir yeməyə əlin orasınız, öz qabağından yemək. Elə bilir, bax. Zikir bizim həyatımızın hər sahəsində. Yaxşı, bu zikirlərin olduğu bir yerdə olmaq, yəni zikir məclislərində iştirak etmək və onun ümumiyyətlə zikir məclislərinin fərqləri var mı deyil belə? Kəf surəsinin 28-dayız. Bu cümə gibi daha okuyup Kəf surəsini. Allah əmr olsun. Allah bərəkət verəsin sizin. Allah belə deyir. Səhər akşam Rəbbinin rızasını diləyərək, ona ibadət edənlərlə birlikdə özünü səbirli aparıb, nəfsini qorub, fani dünyanın bər-bəzəyini arzu edib, nəzərlərini onlardan, yoxsul möminlərdən sevirmir. Bax, bu çox önemli bir məsələdir. Günümüzün acı reallığıdır bu. Çünki bu ümmət arasında məqam və yaxud da var bölgəsin say hesabına görə qruplaşmaların və ayrılmaların baş verdiyi bir zamanda yaşayır. Belə bir zamana gəlmişik ki, rəngin müsəlmanların ətrafında zənginlərdir, kasıbların yanında kasıblardır. Zəngin bir təşkil etməlisində kasıb müsəlman görmək çətindir, dəvət etməzdir. Amma Rasulullah s.ə.v sirasını oxuyaraq, mən bunu ham etmişim. O həyatını oxumaq lazım. Sirada Allah Rasulullah s.ə.v ziyarətə gələn, onu görmək istəyən, ziyarətə gələn tarihdən gələn, tanımayan birisi. Yəni, ümmətin içində Allah Rasulullah s.ə.v axtarmağa başlayıb gözüyüm. Onun gəldiyi yerdə bilirdi ki, rəhbərlər geyim keçimi, məqamı və oturma və diqqət və hörmətinə görə həmişə seçilir. Bu şəxsiyyət baxın ki, Rasulullah seçə bilmir, yəni, arxada soruşur ki, Muhammed kimdir? Baxın ki, öz səhabəsində siz geri qalmayan geyində, keçimdə, təvazüdə, əxlaqda adi sadə bir insandır. Bu ona çox təsir. Allah hidayət verir, İslamı qəbul edir. Bu ne deməkdir, qardaş? Bu deməkdir ki, biz əgər iman gətirmişiksə, gəlin başqa Qur'andakı ayədir. Allah deyir, sizin ən xeyriniz Allahdan ən çox qorxanınız, düzdür mü? İman gətirmişik mi? Gətirmişik. Rasulullah s.ə.v nə deyir? O təqvanın harada olduğunu bizə necə bir göstərir. Təqva həmlədir. Gətir. Yaxşı, bu qəlbi və onun içindəki, onun sahibindən və yaranan Rəbbindən başqa daha yaxşı kim biləcək? Kimsə öyrənmir. Nədir? Bizdə imanometr var, ölçürük ki, kimin imanı neçə metrdir, nə qədərdir, hansı səviyyədir. Özümüzü anlatmaq lazım deyil, qardaşlar. Biz ancaq
Allah'a iman getirmişiksə, Allahın və onun Rəsulunun buyurduğu şəkildə yaşayıb, onun buyurduğu şəkildə müsəlmanlara rəhbərə göstərmək. Amma elə bir zamana gəlmişik ki, kasıbsansa, pulun yoxsa, sən heç kim ki baxdan. Heç kim sənə salam verir. Heç kim soruşur ki, nə problem var, qardaş, nə çətin var, nə sıkıntı var, nə olursa. Bir balaca vəziyyətin üzərən kimi, o ətrafında insanların sayar, mesajların ardarası kəsilmir, zəhlərin ardarası kəsilmir, dəvətlərin ardarası kəsilmir. Bu acı da olsa, günümüzün yalanı olur. Her zaman vaxtıdır, her zaman verirsin, ben çalışalan olur. Allah katında kimin değerli olduğunu bilmediğimiz için Allah'a ve ahiret günü iman eden Müslüman kardeşimize karşı münasebette hektaşmıyor. Rıvaqis Haris ibn Avf rivayet olunur ki Resulullah sallallahu aleyhi ve sellem bir gün Məhsil evdə oturmuşdur. Səhabələr də ətrafında toplaşdıqları halda içəri 3 nəfər adam gelir. İkisi Resulullah sallallahu aleyhi ve sellem'e tərəf ilerləyərkən ikincisi geri var. Resulullah sallallahu aleyhi ve sellem'in yanına gelenlerden biri cemaatın arasında boşluk görüp orada oturur. Diğeri geri cemaatın arkasında oturur. O üçüncü değil, bu geri.
Allah Resulü sallallahu aleyhi ve sellem söhbəti bitirdikdən sonra həmin adamlarla gələn 3 şəxs haqqında verirdi. İstəyirsiniz sizə bu 3 nəfərin halını xəbər edeyim. Onlardan biri Allah'a sığındı, Allah qorumayı gəldi oturdular. Digəri insanları narahat etməkdən utandı, arkada oturdu. Allah da ondan riayət. Digəri gəldikdə isə, üçüncü gəldikdə isə bu məclisdən üç çevirdi, Allah ondan öldü. Yəni, zikr məclisi, Allah xatırlanan bir məclisdən üç çevirmək axır bir fikirdir qardaş. Buna təşviq olan başqa məclislər Əbu Hureyra və Əbu Said el-Xudri radiyallahu anhümənin rəvayət etdiyi bir hədis var. Müslimin səhilində gətirir. Buyurur ki, Rasulullah sallallahu aleyhi ve sellem bir grup insan Allah'ı zikr etmək üçün bir yerə toplaşarsa, mələklər ətrafında yaşar. Allah'ın rəhməti onlara bürüyər, üzərlərinə səkinə, yəni könül rahatsızlığı, səkinə. Və Allah-u Teala yanındakılara onlardan təriflə söz asar. Allah-u Teala insanları öz yanında olanlara, mələklərə tərif edir. Baxın, mənim qullarım bugün nə edirlər? Allah baxın, zikr edir. Bu kainatı yaradanın, bizə hər şeyi verənin, yanında xatırlanmaqdan daha üstün bizim üçün nə ola bilər? Böyük bir yemək. Vallahi. Bizim dilimizdə məşhur dua var. Allah yeməyi deyil, kəsdir. İyi, Allah razı olsun. Vallahi bir insandan Allah razı qalarsa, onun başqa şey ihtiyacı yoxdur. Mən öz adıma deyim. Vallahi əgər Allah subhanətlə məndən razı olarsa, mən bilsəm ki, Allah subhanətlə məndən razıdır, mən başqa şey ihtiyacım yoxdur. Bir şey istəmirəm. Bir dənə sadəcə bu dünyada dərdim var, o da Allah'ın məndən razı olur. Bitti. Bunun ilk billəsini birinci biz özümüzə ihtiyacımız. Necə? İlk biz Allah'tan razı olacaq. Yəni, bütün varlığımızla deyibilirim ki, mən Allah'tan razıyım. Allah bu nəsim eləyəcəksə, mən Allah'tan çox razı olacaq. Bizə hər şey, sahib olduğumuz hər şey verir. Bizdən əksik olan şeylər var ki, biz deyirik, filan şeyim yoxdur, fəhən şeyim yoxdur. Mən xəstəyəm, ağlayıram, xəstəm var, ailəm xəstədir, övladım xəstədir. Vallahi, biz digərlərin halından Allah qədər xəbərdar deyil. Elə həyatında elə insanlar var ki, həyatında elə sıxıntılar, elə çətinlik var ki, vallahi bizim sıxıntı deyə dilimizə gətirib, haqqında dərd çəkdiyimiz onun kölgəsində qalır. Sahib olduqlarımızı unutmayalım. Allah subhanətlə bizim hər şey. Allah'tan razıyız. Allah da bizdən razıyız. Bu ən önəmli bizim həqiqi mənada bir arzudur, bir niyyətdir ki, Allah bunu hamımıza nəsib eləsin. Bu səhər axşam zikrindən ki, sizə deyim, qardaşlar, Quran-ı Kərimdə Allah subhanətlə nə deyir? Araf surəsinin 205-ci ayədə. Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan qəlbində, ürəyində Rəbbini yad et və qafillərdən olmaz. Bunu sizə təşvik kimi dedim ha, amma o əmrdir. Allah'ın əmridir. Səhər axşam zikr edir Allah. Taha surəsi 13-cü ayədə. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəhərinə təriflərdir. Gecənin bir vədəsində və günorta radələrində də Rəbbini öyüb təqdim edir. Rafir surəsinin 55-ci ayəsi. Axşam səhər Rəbbini həmd-i səna ilə təqdim edir.
Saf surəsi 18-ci ayət. Biz dağları ona ram etmişdik. Onlar səhər axşam onunla birlikdə Allah təqdis edib şəhərinə tərəf deyərdir. 4 dənə ayət. Bax ayət. Sadəcə 4-ünü oxusun ki, səhər axşam zikri deyil, qardaşlar. Önəmi kiçik deyil. Böyük bir önəmi var. Allahın əmridir. Son ayədə deyir ki, dağlar və daşlar onu zikr edir səhər axşam. Yəni biz daşdan daha yumuşaq, biz insan, biz Allahın iman bəxşetdiyi, sevdiyi bəndələrik. Biz onu daha çox zikr edirik. Biz onu daha çox xatırlar Allah'a. Örnek bizim için eğer Allah Resulü sallallahu aleyhi ve sellem ise onun hayatı kifayet ediyor. Atıp baksak kifayet. Resulullah sallallahu aleyhi ve sellem sadece bu seher akşam zikrine, belki 2 tane hadis diyeceğim, böyle bitireceğim. Allah Resulü buyuruyor ki, kim seher akşam 100 defa Subhanallahi ve bihamdihi Allah'ın zatına yaraşmayan çirkin ve nüksan sifətlərdən uzaq dur və ona həmd edirəm deyərsə, onun dedikləri qədərini və ya daha artığını deyən adam haricində heç kim qiyamət günü onun etdiyi zikirdən daha fəzilətli bir əməllə gələ bilməz. Şu kəlmə nə qalır? Subhanallahi və bihamdihi. O əcrinə bax, müsafada bax. İmam Muslim'in sahihine getiriyor. Yine Ebu Hureyre radıyallahu anh rivayet ediyor ki bir nefer Allah Resulü Aleyhisselam yanına gelerek dünən gecə məni sancılan əqrəbə görə çox narahatlıq keçirdi. Allah Resulü Aleyhisselam diyor ki əgər akşam Əuzu bi kəlimatillahi təmmət min şərri mə xalaq yarattıqlarının şərrindən Allah'ın mükəmməl kəlimələrlə sığınıram deseydik, o sənə zərər verməz. Allah bilir, Allah sonra bunu ki, bu hədisdə İmam Muslim səhvini yenə Əbu Hureyre Qali Allah rəvayət edib, Rasulullah s.ə.v səhər vaxtı belə dua edir. Allahumma bikə əsbaqna, və bikə əmsəynə, və bikə nəhyə, və bikə nəmud, və iləkə nuşub. Allahım, sənin üstünlə səhərə çıxır, sənin üstünlə axşamladı. Sen istəyəndə dirilir, sen istəyəndə ölür. Yeniden dirilip huzurunda toplayacaq olan da sensin. Akşam da belə dua edir. Allahümme bikə əmsəynə, və bikə nəhyə, və bikə nəmud, və iləkə nuşub. Allahım, sənin üstündən axşama çıxır, sen istəyəndə dirilir, sen istəyəndə ölür, sənin huzuruna gelir. Bu hadis İmam Tirmizi, İbn Məcə və Əbu Davud kimi məşhur mühaddislərin rahmehullah kitablarında səhih isnadla gedir. Bu dediklərinin hamımız bilirsiniz, arkadaşlar. Səhər axşam zikirlərində bizim oxuduğumuz gündəlik zikirlər. Kiçik görməyin deyirəm sadəcə. Bunun həyatınızın ayrılmaz bir parçası idi. Vallahi bunun faydasını mən özüm şəxsən çox görmüşəm. İnanın ki, siz də görəcəksiniz. Çünki Allah onu zikr edən, ona sığınan, ondan istəyən heç bir bəndəsini dünya yaranandan bu günə, insan yaranandan bu günə daha da olur. Zərbi səhvini sardı qoymuyor. Həmiş ona yağmıyor. Bunu yekunlaşdıraq. Allah böyle bize daima onu zikr etmeyi, buna layıklı şekilde şükretmeyi nasip etsin. Ve Allah böyle en güzel şekilde buna ibadet etmeye bizi müveffek eylesin. Ömer bin Hattab radıyallahu güzel bir sözü var. Diyor ki ben duamın olup veya olunmamağına göre narahat değilim. Allah'ın verdi var. Allah'a var. Ne diyor Allah sonra? Hiç yok. Ey benim Resulüm olarak değil. Yani bize değil. Onlar dua ettiği zaman ben onların duasını cevap veririm. Bu mütlak, bu şart, bu kabul. Ona göre Ömer bin Hattab ve Allah dedi. Hiç benim şüphem yok.
Yəni Allah Subhanahu cavab verir. Mənim bir narahatlığım odur ki, Allah Subhanahu mənə o dua etmək şərəfini nəsib edəcək yoxsa mən əlimi açıb Allahdan nəsə bir şey istəyə bilirəmmi yoxsa bilmirəm? Çox önəmli və ömür qısadır, nə zaman, harada, necə vəfat edəcəyimiz bəlli deyil və çalışıb ömrümüzün hər anını gözəl, yaxşı, gözəl dəyərləndirmək lazım. Yəni bunu hesab edərəm, yox, axşam deyərəm, 2 gündən sonra görüşərik, sən məsələni həll edərik. 2 saniyə sonra, 1 saniyə sonra qərar veririz. Biz bilmirik ki, bugün Allah bizə birazdan və hastalarına qalıb qılmağı nəsələ verəcək yoxdur. Nə qədər insanlar var? Bizim zikirlə, İslam olması önəmli məsələdir. Allah'a xatırlamaq önəmli bir məsələdir. Allah'tan uzaqlaşmayaq, ona yaxınlaşaq. Çünki biz ona yaxınlaşdıqsa, Allah o da bizə yaxınlaşır. Biz onu sevirsən, o da bizi sevir. Biz ondan istədirsən, o bizə verir. Biz onların üzdənlərimizdə isə o yenə də rəhmi və mərhəmətli olduğu üçün bizdən üzdənlər ödənir. Yenə bizə fürsətlər çıxardır Allah'ımıza. Bizə imtihanlar, bizə insanlar göndərir ki, doğru yola çəksin. Kitab nazır edir, kitab nazır edir, bax, nəbi göndərir. Kitab nazır edir ki, mənim bu qollarımız doğru yola çəksin. Bilərəmizi, bilə mərhəmətli bir dərsimiz var. Burada qardaşlarımızın xahişləri var, onlarla çatdırım. Bizə bir müsbət qan lazımdır. Bir xəstəmiz var. Kim Allah üçün qan vermək istəyəsə, nömrəni bizdən götürsün və Allah rızası üçün buna yardım etsin. İkinci bir məsələ, cümə saatlarında, cümə və yaxud da cümədən əvvəl, sonra məsciddə var ki, biz hamımız Allahın rızasını qazanmağa gəlir. Bunu çalışaq, bunu ikimiz edin. İkimiz sevabını mani olmuyor. İkimiz haqqına girməyik. Allah rəhmli və mərhəmətli olsa da qul haqqını bağışlamır. Qul haqqını bağışlamır deyəndə diqqətli olur. Birisi Rəbbi ilə baş-başa olmadığında dua edərkən, hiç edərkən buna mani olmuyor. Söhbət edəmir. Telefonla danışmıyor. Dünya problemlərinizi, ticarətinizi, alış-verişinizi dedim, bu ayrı deyil. Bura Allah'ın evidir. Bura mənim evim deyil. Hər kəsin sözü öz evində keçər. Burada keçir. Burada Allah'ın sözü. Xütbə əsnasında dəncə cavab verənlər var. Bir-birinə söhbət edənlər var. Telefonda oturup mikro oynayanlar var. Olmaz qardaş. Etmeyin. Cümən evlərinizdən, uzaqlardan bura gəlirsiniz. Bitirmeyin o salatı. Diqqətli olun. Ehtiyatlı olun. Dedim axı sizə ki, şeytan bizimlə əbədi son günümüzə qədər mübarizə aparacaq. O bizimlə olur. O imkan verməyəcək bir sana. Allah'a sığınır. Burada gelen insanlar var ki, yaşı 60'dan yukarı ders alımda gelir. Niye? İşsizdi diye yok. Sababa göre gelir. Çünkü cümenin saatini alsın daha. O 2 tane de maşallah gezmişleri başlıyor sohbet edemeye, onlarla gülmeye, bu aksakal huzurun katıldı. Olmaz ey qardaş, yetməyir. Bu mənim önümə dair. Mən daxil, hər birimiz aiddir ki, biz çalışmalıyıq sözümüzü Allah'ın elində, Allah'ın və Rasulunun buyurduğu şəkildə aparsın. Söhbət eləmək istəyir, nə gözəl ki, bizim cəmaatımız meylifandır, məmnun ki. Allah biz daim meylifanıyız. Çıxaq sölə,
söhbət edəyək, fikri çay istəyək, çörək yiyək, nə istəyirsiniz? Allahın halal olaraq buyurduğu hər şeyə cəmaatla biz amin. Amma Allahın qadağan etdiyi məsələləri hamımıza ehtiyat. Allah bütün cəmaatlarını, bütün məsələləri olsun, ibadətləri, şəxsləri doğrusun, əl-əl xüsusda qaraqsız cəmaatı doğrusun və bəlkə. Yine bizim bir xəstəmiz var. Onkoloji xəstə qədər ağırdır. Bu ay istəyəcək, bu evi şəfa versin. Həmçinin qardaşlar, mənim oğlum üçün xahiş edirəm. Bu evi artıq bir aydan çoxdur. Hələ də əlimizdən bir şey gəlməyək. Biz acizik, Allah'a sığınmışıq, Allah'tan istəyirik. Allah özür edib. Verən də, alan da, yaşadan da odur. Biz buna iman getmişik. Bizim həqiqəmizdə vardı. Mən uşağım o vaxt böyrək götürəndə bizim yaxın bir qardaşım vardı. Dedi, niyə narahat olsan ki? Neçə yaş var uşaq? Dedim, 17. Dedi, son 8 il bundan qabaq sənin oğlun olacağı haqqında bir fikrim var idi. Yox. Bu rahat olur. Allah verir. Allah'ın mı? Sen değil. Veren o, alan o. Yaşadan o. Öldüren o, öldüren o. Biz iman getmişik. Səbrin ən üstün səviyyəsi dəvanın gəldiyi imkanda göstərilən var. Biz bunu oxuyuruq. Məsələmiz sizədir. Biz bunu zamanda deyirik, ay imam. Ən problemli məsələ, Quranda bir ayə var. Limə təqulunə mə lə təfalun. Niyə görə etmədinizi deyirsiniz? Yəni, əgər mən gəlib sizə burada səbirdən, imtihandan, sıxıntıdan, dəfdən, hər şeyin altın olduğunu danışım, hədisdən, ayə, hər bunu öz həyatına tətbiq eləmirəmsə, bu da bizdə qaçır olar. O tətbiqata keçdikdən sonra, qəlbində ona iman gətirib, həyatına tətbiq etdikdən sonra təsir. Allah da hamımıza səbir versin. Allah bu xəstələrdə şəfa versin. Borcu olanlara güzel şəkildə ölmədən əvvəl borcunu əda etməyi nəsib eləsin. Və bütün müsəlmanların son sıxıntılarından və dərdlərdən uzaq eləsin. Selamun Aleyküm və Rahmetullahi və Bərəkatuhu. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وعلى آل محمد الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة
حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله صلى الله تعالى عليه وعلى آله وأولاده وأزواجه وأصحابه وأتباعه وخلفائه الراشدين المرشدين المهديين من بعده ووزرائه الكاملين في عهده خصوصا منهم على الأئمة خلفاء رسول الله على التحقيق أمير المؤمنين حضرة أبي بكر وعمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين أيها المؤمنون الحاضرون اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا إما يبلغن عندك الكبر أحدهما أو كلاهما فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما صدق الله العظيم. İzzetli müminler, bugünkü xütbəmizin mövzusu böyüklərə hörmət haqqında olacaqdır. Allah Azza ve Celle'nin yarattığı bu əzəli kainatın değişmez bir kanunu vardır. Her nefis ölümü tadacaqdır. Bu etibarla Allah Azza ve Celle bizleri imtihan etmək üçün bizleri gençlik ve yaşlılıkla imtihan etmiş. Dünənin gençleri bugünün yaşlılarıdır. Heç kimsə belə deyə bilməz ki, mən yaşlanmayacağım. Xeyr, Allah Azza ve Celle sevməsək də ömrümüz buna vəfa etdiyi müddətcə biz də yaşlanacağıq. Bu yaşlılar içində hörmətə daha layiq olan insanlar. Bunlar bizim valideynlərimizdir. İlk öncə hörmətə layiq olan insanlar bizim valideynlərimizdir. Ona görə ki, bizim valideynlərimiz yeməyib yedirdirlər. Geyməyib geydirdirlər. Yatmayıb yatırdıblar. Yeter ki, övladım yaxşı olsun deyə, övladımın könlü xoş olsun deyə, övladımın qarnı tox olsun deyə öz mənfəətlərini öz övladlarına qurban edir. Valideynlərimizdən başqaları bunu etməz bizlərə. Bütün məşəqqətlərə sinə gəlmişdir. Xutbəmin əvvəlində oxuduğum ayət-i cəlilədə uca Rəbbimiz belə buyurur. وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ Rəbbin qəti şəkildə hökm etdi ki, yalnız və yalnız ona ibadət edək. وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Valideynlərimizə də yaxşılıq edin. Baxın, Allah Azza ve Celle özünə ibadətdən sonra valideynlərimizə yaxşılıq etməyi bizlərə əmr edir. Ayetin arkasında İmmə yəbluğanna indəkəl kibara ahaduhuma ev kilahuma valideynlərindən biri və yaxud da hər ikisi qocalığın ən çətin vaxtlarına çatarlarsa fələ təqul ləhumə uffin onlara of belə demə. Bu ayetin təfsirində ulemamız güzel bir təfsir etmiş.
Niye Allah Azza ve Celle of sözünü işletmiş? Ona göre ki ofdan daha hafif söz yoktur. Yani en hafif söz olan ofu belə qadağan edir. Qaldı ki وَلَا تَنْهَرْهُمَا onları töhmətləmək, onlara acı söz söyləmək, onları adlarıyla çağırmaq, onlara pis ləqəb vermək, onlardan bezmək, onlara nifrət etmək, aparıb qocaları evinə qoymaq. Bunları yaşayırıq, görürük. Həqiqətən də yaşadığımız dönəm fitnələrin piqətli olduğu bir dönəm. Adam evlənir, xanımı istəmədiyi üçün aparır qocalar evinə qoyur. Halbuki sən anlasan ki, o valideynin sənin yanında olması, sənə cənnət qapılarını açan, Allahın rızasını qazanmağa vəsilə olan gözəl, möhtəşəm bir ibadətdir. Bu haqda Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Rıdar Rabbi fi rıdal valid. Allah'ın rızası valideynin rızasındadır. Suhtur Rabbi fi suhtul valid. Allah'ın qəzəbdə valideynin qəzəbdə. Yəni, Rəbbimizi xoşnut etmək istəyirsə, Rəbbimizi razı etmək istəyirsə, valideynlərimizin rızasını alır. Yox, əgər Allah'ın qəzəbini öz üzərimizə çəkməyə çalışırıqsa, suhtur Rabbi fi suhtul valid. Allah'ın qəzəbi valideynin qəzəbindədir. Əgər Rəbbini qəzəbləndirmək istəyirsənsə, o zaman valideynlərlə pis tanış. Onların qəlbinidir, onları incit, onlara hörmət adına bir şey bırakma. Və bu haqda da sahabənin bizlərə verdiyi möhtəşəm bir dərs. Bir gün Abdullah ibn Məsud radiyallahu anh Allah Resulü sallallahu aleyhi ve selleme sual soruşur. Səəltun Nəbiyyə sallallahu aleyhi ve selleme əyyü amelin əhabbu ilallah. Hansı əməl işləyək ki Allah o əməlimizi sevsin. Allaha o əməl sevimli olsun. Qardaşlarım, birincisi Əs-salatu ala vaktihə. Birincisi vaxtında qılınan namaz. Thumma ey, mən yenə soruşdum ey Allahın Resulü, hansı əməl Allaha sevimlidir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, birrul valideyn. Valideynlərə yaxşılıq etmək. Thumma ey, sonra el-cihadu fi səbilillah. Üçüncüsü Allah yolunda cihad. İşin həqiqəti bundan ibarətdir ki, valideynlərimiz sağdırsa, mütləq və mütləq onların rızasını qazanır. Əgər onlar həyatdadırsa, mütləq onlardan halallıq istəməlidir. Yeganə insan valideynlərimizdir ki, hər zaman övladını özündən yüksəkdə görmək istəyir. Valideyndən başqası bunu etməz. Yeganə valideynlərimizdir ki, özündən üstün gördükləri övladlardır. Valideynlərimiz bizləri ən aciz olduğumuz vaxtlarda bizlərə baxdı. Bizləri təmizlədi, elində gəzdirdi. Təsəvvür edin, Sələf Salihinin mübarək insanlarından olan Abdullah ibn Ömər radiyallahu anhın bir qissəsi var. Bir gün Yəmənli birisi Kəbəni tavaf edir. Kəbəni tavaf əsnasında bir Yəmənli anasına belə deyir. Mən anamın itaətkar dəvəsiyəm. Mən anamın itaətkar miniyəm. Baxın, subhanallah. Gör nə deyir? Mən anamın itaətkar dəvəsiyəm. Başqaları bezsə də mən bezmərəm. Və gəlir
Abdullah ibn Ömer'dən sual soruşur. Mən bu xidmətimlə anamın haqqını ödəmiş olaramı? Deyir, xeyr. Sən ananın bir doğum sancısının belə haqqını ödəmiş olmazsan. Yəni, ananı belində daşsan da, bu qədər xidmət etsən də, bir dəfə qəlbini qırsan, bu qədər xidmətin boşa getmiş olur. Bir dəfə də onun könlünü oxşasan, bu qədər xidmətə bədəl olur. Baxın, qardaşlarım, Allah Azza və Cəllə bizlərə valideynlərimiz kimi möhtəşəm ahireti qazanmaq üçün vəsilələr verir. Və ayətin arxasında İsra surəsinin 24-cü ayəsində Rəbbimiz belə buyurur. وَخْفِدْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ Rəhmətdən dolayı, mərhəmətdən dolayı valideynlərinə qarşı təvazu qanadını gərdir. Və qul, belə de, belə dua et. Rabbirhamhuma kəmə rabbəyəni savira. Ey Rəbbim, onlar məni körpəliyimdə necə tərbiyə etdisə, sən də onlara mərhəmət et deyə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə bu ayət nazil olmuş. Başqa bir ayət, başqa bir hədis şərif. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sizə böyük günahların ən böyüyünü xəbər verimmi? Birincisi, məlum olduğu kimi Allaha şirk. Əl-işraku billah. Birinci Allaha şərik qoşmaq, sonra isə valideynə üsyan etmək, valideynə qarşı gəlmək. Möhtərəm qardaşlarım. Yenə başqa bir hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşurlar. Ey Allahın Rasulü, yaxşılıq etməyimə ən layiq olan insan kimdir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm birinci olaraq ummuk, anan, ümmə ummuk yenə soruşur, ikinci yenə anan, üçüncü yenə soruşur, yenə anan. Sahabə yenidən soruşur, ey Allahın Rasulü, yaxşılıq etməyimə ən layiq olan insan kimdir? Bir atamdır. Qardaşlarım, cənnətin orta qapısı atamızdır. Atamızla məsxərə etmək, adlarıyla xitab etmək, onların yanında hörmətsizlik etmək, biz İslam ümmətinə bir qara ləkədir. Onun üçün də yaşantımızı Rasulullah sallallahu aleyhi və səlləmin həyatına uydurmağa çalışırıqsa, böyüklərimizə hörmət edir. Və bugün görürük ki, böyük-kiçik hörməti artıq qalmamış. İctimai nəqliyyatda uşaqlar, gənclər oturur və böyüklərə yol verir. İslam əxlaqı bizə, böyüklərimizə qarşı hörmətdə qüsur etməyə qadağandır. Və son olaraq Musa Aleyhisselamın bir hissəsi ilə xütbəmi yekunlaşdırmaq istəyir. Bir gün Musa Aleyhisselam aləmlərin Rəbbi olan Allahdan soruşur ki, ya Rabbim, cənnətdəki qonşun kimdir? Allah Azza və Cəllə cənnətdəki qonşun filan yerdə bir qəssabdır. Bu qəssabın yanına gedir, görür ki, bu qəssab sıradan bir insandır. Amma anasına xidmət edir. Və anası oğluna belə dua edir. Allahım, oğlumu cənnətdə Musaya qonşu elə. Allahım, oğlumu cənnətdə Musaya qonşu elə. Musa Aleyhisselam deyir ki, ey adam, ey qəssab, müjdələr olsun, Allah sənin ananın duasını qəbul edir. Baxın qardaşlarım, əgər valideynlərimiz sağdırsa, onların rızasını almağı bizlərə nəsib eləsin. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahi məlikil azizil alləm kəmə qalə Allah təbarəkə və tealə fil kələm və izə cüriyəl Quran təsləmiyyə və ləhvənsət və lələkə. Elhamdülillah, 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 hamdən kəminə və salatu və selamu alə seyyidin Muhammedin və alə alihi və sahbihi ecma'in.
تعظيما لنبي وتكريما لفخامة شأن شرف صفيه. فقال عز وجل من قائل مخبرا وآمرا: إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. الله أكبر الله أكبر الله أكبر الله أكبر. أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله. حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح. قد قامت الصلاة قد قامت الصلاة. الله أكبر الله أكبر لا إله إلا الله. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Səhvlərimizi sırf və düzgün tutaq ki, Allah Azze ve Celle'nin rəhməti və bərəkəti cümləmizin üzərinə olsun. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratallezîne en'amte aleyhim. غير المغضوب عليهم ولا الضالين آمين. إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر. الله أكبر. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. الله أكبر.
سمع الله لمن حمده الله أكبر الله أكبر الله أكبر الله أكبر السلام عليكم ورحمة الله السلام عليكم ورحمة الله اللهم أنت السلام